toyuğun səsi hardan gəlir? Hardan gəlir? Hara getdi bu toyuq? Görən yoxdur bu toyuğu. Bir dayan görün bu hara gedə bilər. Of. Gör harda gizlənib. Yeyəcəm səni. Xəmirimizə nə gedir dostlar? 2 yumurta, süd, süd yoxdursa qatıq, smetan da eləyə bilərsiniz. Sarı da vururam ki, xəmirimin rəngi sarı olsun. Aparanı hazırlamağımı sizə göstərmişdim dostlar. Sliviçli masla 150 qram ərinmiş. Bir də ki, duz. Elə qarışdırıram. Görürsünüz, xəmirimiz hazır. Nə gözəl xəmir, bax, başa gəldi. Buyuruq acımağa. Bir xanım yazır, xanım demək olarsa, ələyiniz Nikolaydan qalıb. Deyəsən o Nikolayla tanışı olub, yoxsa anası. Ələy Nikolaydan qalmayıb. Nerjavikadır, setka. Belə ələy də var, xanım. Nikolaya bizdən salam. Ayaqları yumuşu, noşqaları da əlavə eləyirik. İstiot, paprika, qırmızı biber, duz, bir də ki kurkuma. Qarışdırırıq, qəşəng. İndi qəşəng bişiririk. Toyuqlarımız əvvəl belə qızarır. Əziz xanımlar, siz də mənim kimi evdə oturub pul qazanmaq istəyirsinizsə, mənim qoyduğum linkə, sılkaya girin. Evdə otura-otura 21 gündən bir maaş əldə edin, qazanc əldə edin, hədiyyələr əldə edin. İstəyərəm ki, siz də ora yazılasınız. Mənə əvvəl qəribə gəlirdi. Bütün rəfiqələrimə təklif eləmişəm. Onlar da mənim kimi qoşulur, faydalanırlar. Dostlar, doğrudan da çox maraqlıdır. Siz də mənim kimi qoşulun. Həm hədiyyələr, həm də qazancınızı əldə edin. Toyuqlarımız qızarıb. İndi bir yerdə soğanla bişəcək. Bax, beləcə didirsiniz. Bax, toyuğun ətlərini qəşəng, tərtəmiz bişirir. İndi soğanla da bişiririk. Xəmirimiz hazırdır. Görün necə gözəl xəmirimiz. Xəmiri kündələrə qoyduk. İndi başlayırıq kündələrimizi açmağa. Onu da sizə deyim ki, slayonlu testa kim eləyirsə, qat-qat o qoğalın, qatlamanın xəmiri, badam buranın xəmiri, şorqoğalın xəmiri. Yəni bunlar hamısı o xəmirlərdən götürüb bunu pişirə bilərsiniz. Yağlayırıq qoğalın xəmiri kimi. Görürsünüz. Tez olmaq üçün dostlar lazım deyil çox qatlar eləmək. Bax, belə. Bütün qatları yaxşıca yağlayırsınız. İndi bir 5-10 dəqiqədən sonra bunu açacağım. Günlərimizi yayırıq. Forma üçün belə perqament kağız, yəni abizasiya perqament kağız olsun, bilirsiniz niyə? Bu həm yağlı olur, formanı həmişə saxlaya bilirsiniz, həm də ki xəmirə yapışmaq. Qırağı ilə biraz mən çox kəsirəm, 1 milli buraxıram qırağından. Ona görə büküləndə qəşəng olsun. Artıqları yığışdırırıq. Toyuğumuzun içərisi hazırdır. İstəsəniz pendiri burada əlavə eləyin. Kimsə istəsə göyərti, markovka, hər şey əlavə eləyə bilərsiniz. İçərisini yığırıq. Sonra rəndələnmiş, şiristorka çəkilmiş pendir yığırıq içinə. Eynən o biri xəmir kimi də görürsünüz. Bunu kəsdik. Bu da bizim toyuğumuz. İndi belə qəşəng bərkidirik. Hər yerin yaxşıca bağlamışam. Yumurtalayırıq. Göndəririk sobaya 180 dərəcədə. Dostlar, qonaq gələndə görün necə gözəl görsənir. Süfrələrimizin bəzəyi olacaq bu. Baxa, uşaqlar görmür, həmişə budu onlar yeyir. Oy, budu qırın yeyir. Bəh, pendirinə bax. Bir dəfə də bud mənə düşsün. Bax, görün nə gözəldir.